Bismillahirrahmanirrahim. Salam verməyin özü bir mədəniyyətdir. Salam vermək qarşılıqlı hörmətdir. Əgər insanlar bir-birinə salam verərsə, burada qarşılıqlı səmimiyyətdən, mehribançılıqdan, dostluqdan söhbət gedir. Biz hədislərin birində oxuyuruq. Allah Rasulü Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurur: İbdəu bis-salam qəbləl kəlam. Danışığa başlamamışdan qabaq söhbətə salamla başlayın. Fəmən bədəə bil-kəlam qəbləs-salam fəla təcibu. Hər kim salam vermədən kəlama, danışığa başlayarsa ona salam verməyin. Bu hədisin özü bizə ona göstərir ki, insan qarşı tərəflə rastlaşdıqda, qarşı tərəflə üzləşdikdə birinci gərək ona salam versin. Yəni ilk önce ona səmimiyyətini, dostluğunu, mehribançılığını bildirsin, sonra danışığına başlasın. Bəzən biz görürük, insanlar biri-birindən küsür, aralarında incilik olur və bunlar bir-birinə üzləşdikdə bir-birinə salam vermirlər. Niyə? Çünki aralarında olan hörmət, səmimiyyət, qarşılıqlı hörmət aradan gedib. Ona görə salam nədir? Bu səmimiyyəti bildirir. Salam mehribançılığı, dostluğu bildirir. Hətta hədislərdə biz oxuyuruq, salam kiçiklərin böyüklərə olan hörmətidir. Kiçiklərin böyüklərə olan verdiyi qiymət, dəyərdir. İmam Muhammed Baqir əleyhissalam buyurur: Yusallimus sagir ələl-kəbir. Kiçik olanlar böyüklərə salam versin. Ki, gərək birinci kiçik olanlar böyüklərə salam versin. Bunun özü də onu göstərir ki, İslam dini, İslam məntiqi böyüklərə həmişə qiymət verir. Hətta salam verməyin özü böyüklərin kiçiklərə olan mərhəmətidir, mehribançılığıdır. Biz bunu Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin tarixində dəfələrlə şahid olmuşuq. Hətta Peyğəmbər ən birinci salam verərdir. Elə bir şəxs olmayıb ki, salam verməkdə Peyğəmbəri qabaqlasın. Hətta Peyğəmbər uşaqlara belə birinci salam verərdir. Salamın özü həqiqətən də İslam dinində ən dəyərli olan əməllərdən biridir ki, hədislərin birində də buyurur ki, ifşəus salam. Yəni salamı bir-biriniz aranızda yayın. Salam insanlar arasında səmimiyyət, mehribançılıq yaradan amillərdən biridir.